İmam Məhəmməd Cavad əleyhissalam hikmətli kəlamında belə buyurur. Hər bir kəsin mürüvvəti, kişiliyi onun üçün bu hesab olunur ki, özü ilə necə rəftar edilməyini sevir, o da başqaları ilə belə rəftar etsin. Heç kəslə elə rəftar etməsin ki, o cür rəftarı özünə rəva bilmir. Bilmək istəyirsən, mürüvvət sahibi, mərdlik sahibi, mərdsən ya yox, kişilik məktəbində adın qeyd olunub ya yox, İmam belə buyurur. Bir insanın mərdliyinə, bir insanın kişiliyinə, mürüvvətinə, şəxsiyyətinin böyüklüyünə dəlillərdən biri, nişanəsi budur ki, o insan heç vaxt özü ilə istəmədiyi formada başqalarıyla rəftar eləsin. İstəyirsənmi cəmaət səninlə belə rəftar etsin? İstəyirsənmi cəmaət sənin arxanca danışsın? Cəmaət sənin haqqına girsin? Cəmaət sənin haqqını yesin? Haqqında pis sözlər danışsın? Cəmaət səninlə kobudluq eləsin? Xeyr, istəməzsən. Onda İmam Cavad əleyhissalam buyurur ki, sən də cəmaatla belə rəftar etməlisən. Mərd kişi, həqiqi kişi, mürüvvət sahibi, böyük vüqar sahibi, həqiqi o insandır ki, o adam cəmaatla elə rəftar edir ki, elə o cürü istəyir onunla rəftar olsun. Yox, sən özünə çatanda istəyirsən səndən ədalətli, doğru, düzgün rəftar olunsun. Amma cəmaata çatanda o cür layiq bilmirsən, mərdliyin, kişiliyin sual altındadır İmam Cavad əleyhissalamın buyurduğuna əsasən.